Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bu gün də İMAŞ vəsaitindən olan yaş məsələlərinə baxırıq. Deməli, birinci sualımız belədir. Deyir, Nazimin 8 yaşı olanda Nigarın 14 yaşı olacaq. Nigar ilə Nazimin yaşlarının fərqini tapın. Nigar ilə Nazimin göründüyü kimi yaşlarının fərq nədir? Yəni, böyükdən kiçik çıxacaq. Yəni, 14-dən 8 çıxanda bərabər olacaq 6-ya. Deməli, Nigar ilə Nazimin yaşlarının fərqi 6-ya bərabər olmuş olacaq. İkinci sualda Aysel, Aygül və İlahənin yaşlarının cəmi 58-dir. 5 il əvvəlki yaşlarının cəmi neçə olub? Baxın, əgər söhbət neçə nəfərdən gedirsə, bax, Aysel var, Aygül var, bir də İlahə var. Deməli, 3 nəfərdən söhbət gedir. Əvvəl də deyirsə, bilin ki, yəni ümumi yaşlarının cəmindən 58-dən çıxacaq. Neçə nəfərdir? 3 nəfərdir, düzdür? 5 il əvvəl hərəsi 5 yaş. Məsələn, indi hal-hazırda tutaq ki, Ayselin məsələn 15 yaşı varsa, 5 il əvvəl Ayselin 10 yaşı var idi. Eynilə Aygülə də aiddir 5 il əvvəl, İlahiyə də aiddir. Deməli, 3 dənə 5 çıxmış olacaq. Yəni, heç mötərizə açmıq, 3-ü vuraq 5-ə, 15 bərabərdir. Deməli, 5 il əvvəlki yaşlarının cəmi neçə olub deyirsə, deməli, cavabımız olacaq 43. Cavab oldu B variantı. Yəni, təkcə birindən çıxmadım da, yəni təkcə 5-i çıxmadım. Təkcə 5-i çıxsaydım, məsələn, bu üçündən birinin 5 il əvvəlki yaşlarının cəmini çıxmış olardım. Bildiniz necə? Məsələn, burada 58 veribsə, mən əgər 58-dən 5 çıxsam, heç vaxt düzgün olmaz. Çünki burada bir nəfərdən söhbət getmir, 3 nəfərdən söhbət gedir. Onun üçün 3-ü vurdum birinci 5-ə 15 elədi və 58-dən 15 çıxdım. Neçəyə bərabər oldu? 43-ə bərabər olmuş oldu. Üçüncü suala baxırıq. 13 il əvvəl Həsən 7 yaşında idi. 9 il sonra Murad 21 yaşında olacaq. Bu gün onların yaşlarının cəmi neçədir? Baxın, əgər yazaq bir Həsən, bir də kim? Murad. Düzdürmü? 13 il əvvəl Həsən 7 yaşında. Bura 13 il əvvəl yazsam, bura indi yazsam, burada 21 yox, 9 il sonra yazım. 9 il sonra. İndi tam aydın olsun deyə belə yazıram. Əslində hesablama yolu çox sadədir. Deməli, 13 il əvvəl Həsən 7 yaşında idi. Həsənin yanına bir 7 yazıram. Bu 13 il əvvəlki yaşıdır. Bəs indiki yaşa, yəni 13 il böyüyəcək Həsən olacaq 20 yaşında. Bu getdi. Yəni bu Həsənin yaşıdır. Daha sonra 9 il sonra Murad 21 yaşında olacaq. Düzdürmü? 9 il sonra Muradın yaşının altından 21 yazanda hazırdakı yaşı isə 9 il balaca olacaq da. Bildiniz necə? Biri var 9 il sonra mənim yaşım, biri var indiki yaşım. 21-dən də 9 çıxacam, 12-yə bərabər olacaq. Deməli, Həsənin 20, Muradın 12. Bu gün deyir, onların yaşlarının cəmi neçə olacaq? 20 ilə 12-ni toplayacaq, eləyəcək neçə? 32-yə bərabər. İndi burada da variantlardan 32 olan A variantındadır. Dördüncü suala baxırıq. Ata oğlundan 27 yaş böyükdür. Ata oğlundan 27 yaş böyükdür. Bir dəqiqə görüm sonda nədir? 13 ildən sonra onların arasında yaş fərqi neçə olacaq? Hə, artıq burada heç yazmağa ehtiyac yoxdur. Onu deyim ki, yaş fərqi deyirsə, hazırdakı yaş fərqi neçədirsə, elə istəyir 13 il olmasın, istəyir 20 il olsun, 30 il olsun, 50 il olsun, fərqi yoxdur. Hazırda onların arasında 27 yaş fərq varsa, neçə il keçirsə keçsin, onların yaş fərqi dəyişməyəcək. Yenə də 27-yə bərabər olacaq. Yəni, bu yaş fərqi üçün keçərlidir. Yəni, biri var, yaşlarının cəmi deyə, yaşlarının cəmində bəli, o başqadır. Artıq hesablama yolu istəyir. Amma yaş fərqi görən kimi bilin ki, yaş fərqi ağlınızda saxlayın ki, yaş fərqi heç vaxt dəyişmir. 5-ci suala baxırıq. 5-də deyir, Nigarın 5 il əvvəlki yaşı 12 idi. Nigarın 5 il əvvəlki yaşı 12 idisə, 6 il sonra onun neçə yaşı olacaq? Deməli, 5 il əvvəl 12 idisə, 12-nin üzərinə 5-i gəlirəm, çünki 5 yaş hazırda böyümüş olub. Üzərinə gəlirəm, daha sonra neçə? 6 il. Bitdi, getdi. Yəni, 12 üzərinə 11 gələndə 23-ə bərabər olacaq. Hazırda onun deyir neçə yaşı var? 23 yaşı olacaq.
6-cı suala baxırıq. Xəyalın 13 il əvvəl 14 yaşı var idi. 15 il sonra xəyalın neçə yaşı olacaq? Əgər 13 il əvvəl 14 yaşı var idisə, hal-hazırda 13 plus 14, deməli 27 yaşı var. 15 il sonra xəyalın neçə yaşı olacaq? 27-nin də üzərinə 15 gələcək. Bu da verəcək bizə 42-yə bərabər. Cavab oldu B variantı. 7. 3 il əvvəl Ömər, Azər və Muradın yaşlarının cəmi 47 idi. Bax, 3 il əvvəl belə idi. 3 il sonra onların yaşlarının cəmi neçə olacaq? Bax, 3 il əvvəl və 3 il sonra ümumi olaraq neçə il keçmiş olub? 6 il keçmiş olub da. Düzdür, bunu 2 yolla yazmaq olar. İstəsəz, məsələn, 3 nəfərdən söhbət gedir də. Ömər, Azər və Murad. Ömər, Azər və Murad 3 nəfərdirsə, 3-ü vuracaq 3-ə 9 eləyəcək. Bu 47-nin üzərinə 9 gələcək. Daha sonra o da həmin o aldığımız cavabın üzərinə bir 9 da gəlməli. Onun yerinə gəlin belə eləyək. Deməli, 3 il əvvəl, bax belə deyim. 3 il əvvəl. Düzdür? Biri var indi, bir də var 3 il sonra. Düzdürmü? Sonra. Bax, buradan bura qədər neçə il vaxt keçib? 6 il vaxt keçib də. Onun üçün artıq mən 3 yox, 6 kimi fikirləşəcəm. 3 il yox, 6 il kimi. Neçə nəfərdir? 3 nəfərdir. Onda belə yazacağam. 3-ü vuracam 6-ya, 3 6-nı eləyəcək 18. Bu 47-nin də üzərinə 18-i gələcəm. Cavabım olacaq 65. Deməli, cavabımız oldu D variantı. 8-ci sual. Günayın 28 yaşı var və o Aytəndən 2 dəfə böyükdür. Günayın 40 yaşı olanda Aytənin neçə yaşı olacaq? Gəlin birinci görək, bunların arasındakı yaş fərqi neçədir? Deməli, Günayın 28 yaşı var. Aytənin isə ondan 2 dəfə az yaşı var. Çünki deyir ki, Günayın 28 yaşı var və o Aytəndən 2 dəfə böyükdür. Deməli, 28 əgər Aytənin yaşından 2 dəfə böyükdürsə, Aytənin yaşı 14-ə bərabərdir. Deməli, bunların arasındakı yaş fərqi elə 14-ün özüdür. 14, 28-dən 14 çıxıram, 14. Günayın deyir 40 yaşı olanda, bax tutaq ki, burada Günayın 40 yaşı var. Deməli, Aytənin ondan 14 yaş az yaşı olacaq. 14 yaş az yaşı olacaq. Yox, 14-ü buraya yazmıram. Yəni 40-dan 14 çıxacaq. Bu da verəcək bizə 26. Cavab oldu A variantı. Sonraki sual 9. Ata ilə oğlunun yaşlarının fərqi 26-dır. 8 il sonra onların yaşlarının fərqi neçə olacaq? Baxın, gördüyünüz kimi yaşlarının fərqi görən kimi eyni ilə 26-dırsa, cavab da 26-ya bərabər olacaq. Bax, 8 il sizi burada aldatıb deyə siz bəzən çaşırsınız. Necə? Məsələn, burada özü çaşdırmaq məqsədi ilə sizə yaza bilər illəri, 8 il əvvəl, 3 il əvvəl, məsələn, belə bir sual da verə bilər. Tutaq ki, deyəcək ki, 3 il əvvəl ata ilə oğlunun yaşlarının fərqi 26-dir. 10 il sonra onların yaşlarının fərqi neçə olacaq? Heç çaşmayın. Avtomatik olaraq əgər yaş fərqi neçə deyirsə, elə cavab da həminki cavabdır. Yəni, cavab burada A variantı 26-ya bərabərdir. 10-cu sual. Ata ilə 3 uşağının yaşlarının cəmi 60-dır. Neçə il sonra ata ilə uşaqlarının cəmi 72 olar. Deməli, ata ilə 3 uşağının yaşlarının cəmi 60-dır. 60-ı yazıram bura. Üzərinə gəlirəm. Sonra deyir axı, üzərinə gəlirəm. Neçə il sonra ata ilə uşaqlarının, hansı uşaqların, neçə uşaq var burada? 3 uşaq. 3 uşaq, 1 nəfər də ata. Oldu mu 4 nəfər? Neçə il sonra ata ilə uşaqlarının yaşlarının cəmi 72-yə bərabər olacaq. Vururam 4x-ə, çünki 4 nəfərdən söhbət gedir. İlimi bilmirəm, neçə il sonra deyir. Vururam x-ə, bərabər olur 72. Və yaxud da ikinci bir yolu 72-dən 60 çıxaram, verər mənə 12. 12-ni də 4 nəfər arasında bölərəm, verər mənə 3. Cavabım oldu B variantı. İndi burada da görək cavab 3 verirmi? 4x bərabərdir. 72-dən 60 çıxdım. 12-yə bərabərdir. X də verdi bizə 3. Yəni, eyni cavabdır. İstəsəniz bu yolla yazın, istəsəniz bu yolla yazın. Yəni, fərqi yoxdur. Cavab olaraq 3 alacaqsınız. 11-ci sual. 4 il əvvəl ata ilə oğlunun yaşlarının fərqi 32-dir. 6 il sonra onların yaşlarının fərqi neçə olacaq? Gördüyünüz bayaq ki, dediyim sualdan.
Deyir 4 il əvvəl ata ilə oğlun yaşlarının fərqi 32-dir. 6 il sonra neçə olacaq? Yəni il fərqi yoxdur burada. Əgər yaş fərqindən söhbət gedirsə, elə 32-nin özünə bərabər olacaq. Yaş fərqi çünki dəyişmir. Bacı və qardaşın yaşlarının cəmi 12-dir. 3 il sonra onların yaşlarının cəmi neçə olacaq? Bacı və qardaşın yaşlarının cəmi 12-dir. Bax 12. Sonra dediyi üçün üzərinə gəlirəm. 3 il sonra onların yaşlarının cəmi neçə olacaq? 2 nəfərdən söhbət gedir və 3 il deyir. Onda nə edirəm? Üzərinə 3-ü vururam 2, 6 gəlirəm. Bu da verir mənə 18. Çünki bacı da 3 il sonra 3 yaş böyüyəcək. Qardaş da 3 il sonra 3 yaş böyüyəcək. Ümumilikdə neçə yaş böyümüş olacaq? 6 yaş böyümüş olacaq. Onun üçün 12-nin üzərinə 6 gəlirəm. 18-ə bərabər olur. 13-cü sual. Ömər ilə Nərminin yaşlarının cəmi 31-dir. 10 il sonra onların yaşlarının cəmi neçə olacaq? Baxın, 10 il sonra Ömər də 10 yaş böyümüş olacaq, Nərmin də 10 yaş böyümüş olacaq. İndi siz burada 10-u görüb yazmayın 31 + 10. Xeyr, bu səhvdir. Çünki 10 il mən böyüyürəmsə, mənim qarşımdakı insan da 10 il böyüyür. Tək mən böyümürəm ki, zaman mənim üçün axmır ki, hamı üçün eyni axırda, düzdür? Əgər 10 il sonra deyirsə Ömər də 10 yaş böyüyür, Nərmin də 10 yaş böyüyür. Ümumilikdə 20 yaş üzərinə gələcəm. Yəni yaşlarının cəmi 31-dirsə, üzərinə 31-in üzərinə 20 gəlirəm, verir mənə 51-ə bərabər. Cavab A variantı. 14. Ana ilə 2 uşağının yaşlarının cəmi 38-dir. 4 il sonra onların yaşlarının cəmi neçə olacaq? Bax, ana 4 yaş böyüyəcək. 2 uşaq da hərəsi 4 yaş böyüyəcək. Yəni 4 yaş və 4 yaş. Ümumilikdə neçə yaş oldu? 8 yaş. Deməli, ana ilə uşağının yaşlarının cəmi 38-dir. 4 il sonra onların yaşlarının cəmi neçə olacaq? Bu zaman nə edirəm? Neçə nəfərdən söhbət getdi? 3 nəfərdən. 2 nəfər burada, 1 nəfər ana. 3 nəfərdən. Hərəsi də 4 yaş böyüdüyünə görə, yəni ana da 4 yaş, uşağın biri 4 yaş, biri də 4 yaş. Ümumilikdə 4, 4, 4, 12 yaş üzərinə gələcəm. Yəni yaşın cəmi 38-dirsə, üzərinə 12 gəlirəm. Bu da verir mənə 50-yə bərabər. Cavab oldu B variantı. 15. Baba ilə 4 nəvəsinin yaşlarının cəmi 78-dir. Deməli, 78-i yazıram. Üzərinə gəlirəm. 2 il sonra. Baxın, baba var, 1 nəvə, 2 nəvə, 3 nəvə, 4 nəvə. 2 il keçir, baba da 2 yaş böyüyür. Nəvən biri 2 yaş, biri də 2 yaş. Hər biri deməli 2 yaş böyümüş olacaq. Ümumilikdə neçə yaş böyümüş olacaqlar? Yəni ümumilikdə yaşlarının cəminin üzərinə neçə yaş gələcək? 1, 2, 3, 4, 5. 5 için 10. Bax, heç bunu yazmarsınız. Baxaram. Baba 1 nəfər, nəvə 4 nəfər. Oldu mu 5 nəfər? Hərəsi 2 yaş böyüdümü? Bəli. Onda ümumilikdə nə qədər olur? 2-ni vururam 5-ə 10. Üzərinə 10 gəlirəm 88-ə bərabərdir. Cavab Y variantı. 3 bacının bugünkü yaşlarının cəmi 44-dür. 7 il sonra onların yaşlarının cəmi neçə olacaq? 3 bacı hər biri 7 yaş böyüyəcək. Yəni 3-ü vururam 7-yə, ümumilikdə yaşlarının cəminin üzərinə 21 yaş da gələcək. Yəni 44-ün üzərinə 21 gələcək, verəcək 65. Cavab D variantına uyğun gəlir. 17. 4 qardaşın yaşlarının cəmi 34-dür. Neçə il sonra onların yaşlarının cəmi 54 olar. Deməli, yaşlarının cəmi 34-dür. Burada nə tətbiq eləyirdiksə, bax, buradakı məsələlərdə nə tətbiq eləyiriksə, indi eyni ilə burada da tətbiq eləyəcəyik. Burada artıq ili demir, neçə il sonra onların yaşlarının cəmi 54 olar deyir. Yəni, yaşlarının hal-hazırdakı yaşlarının cəmi 34-dür. Üzərinə gəlirəm, çünki burada sonra sözü var. Üzərinə gəlirəm. 4 qardaşdır. Hər biri x il qədər böyüyəcək. Yəni 4x il qədər böyümüş olacaq. Ümumi və 54-ə bərabər olacaq yaşlarının cəmi. İndi 4x qalır yerində. 54-dən 34 çıxıram 20. X də verdi bizə 5. Tapdığımız 5 həmin burada neçə ilin cavabıdır. Yəni 5 ildən sonra onların yaşlarının cəmi 54-ə bərabər olacaq. İstəsəniz sonda nəticəni yoxlaya da bilərsiniz. Məsələn, hər biri 4 qardaşın hər biri 5 yaş böyüsə, ümumilikdə
20 yaş yaşlarının cəminin üzərinə gələcək və 34-ün də üzərinə 20 gələndə 54 verəcək. Yəni bizim cavabımız neçəyə bərabər olmuş oldu? 5-ə. Yəni D variantına uyğun gəlir. 18. Fatma və Ayselin yaşlarının cəmi 49-dur. 14 il sonra onların yaşlarının cəmi neçə olacaq? 14 il sonra deyirsə, baxın, Fatmadan və Ayseldən söhbət gedir. Hər biri 14 yaş böyüyəcək. Ümumilikdə bunların yaşlarının cəminin üzərinə, yəni 49-un üzərinə, çünki sonra deyir. Üstə gəlmə qoymalıyıq. 49-un üzərinə 14 və 14 28 gələcək. Bu da verəcək bizə 17 bir yadda, bu da 7. 77-yə bərabər. 19. 4 qardaşın 5 il əvvəlki yaşlarının cəmi 19 idi. Deməli, 4 qardaşın 5 il əvvəlki yaşlarının cəmi 19-dur. Bu 4 qardaşın hal-hazırda yaşlarının cəmi neçədir? Əgər 5 il əvvəl 19 idisə, hər biri 5 yaş böyüyəndən sonra hazırki vəziyyətinə çatmaq üçün. Yəni 4-ü vuracaq 5-ə, 20 eləyəcək də, düzdür? Hər biri 5 yaş böyüyəndə ümumilikdə yaşlarının cəminin üzərinə 20 yaş gələcək. Bu da verəcək 39-a bərabər. 20. 3 qardaşın 4 il əvvəl yaşlarının cəmi 23 idi. 2 il sonra onların yaşlarının cəmi neçə olacaq? Deməli, 3 qardaşdır. 4 il əvvəl yaşlarının cəmi 23 idi. Hər birini, bax 2 il sonra hər birinin 3 qardaş dağı, bax birinci qardaş, ikinci qardaş, üçüncü qardaş, hər birinin yaşının üzərinə 2 yaş gələcək. Ümumilikdə 6 yaş gələcək də, düzdür? Amma əvvəlcə gəlin birinci bu cümləyə baxaq. Deməli, 3 qardaşın 4 il əvvəlki yaşlarının cəmi 23-dür. Deməli, 23-ün üzərinə gəlin belə yazaq. 4 il əvvəl, bir də 2 il sonra deyir də. Ümumilikdə neçə il keçmiş olub? 6 il keçmiş olub, düzdür? 6 ilə də hərəsi 2 yaş böyüyəcək. Ümumilikdə 23-ün üzərinə 6-nı vuracağıq. 3 qardaş deyir axı. 6-nı vuracaq 3-ə, eləyəcək 18. Yəni 18 gələcək ki, bir dəfəlik 4 il əvvəldən 2 il sonraya keçmiş oluruq da biz. Ta birinci hal-hazırki yaşlarının cəmini tapmıram. Ondan sonra 2 il sonra tapmıram. Elə bir dəfəlik 4 il əvvəldən 2 il sonraya keçid etmiş oluram. Yəni 23-ün üzərinə də 18 gəlirəm. Cavab 41-ə bərabər olmuş olur. 21. Firuz doğulanda anası 24 yaşında idi. Anası Firuzdan neçə yaş böyükdür? Deməli, əgər Firuz doğulanda anasının 24 yaşı var idisə, bax bunu belə yazırlar. Firuzdursa, Firuz. Bunu da yaza bilməm. Bir də anası. Anasının 24 yaşı var isə, o doğulanda deyirsə, bura biz 0 yaş yazırıq. Çünki hələ onun yaşı tamam olmayıb, 0 yaşındadır. Deməli, bunların arasındakı yaş fərqi 24-ə bərabərdir. Yəni, anası Firuzdan 24 yaş böyükdür. 22. Əli dostundan 12 yaş böyükdür. Deməli, Əliyə belə yazaq. Əli, bir də dostu yazaq. Əli dostundan 12 yaş böyükdür. Əli x plus 12-dir, dostu x-dir. Baxın, 12 yaş böyük olmuş oldu. 3 il sonra Əlinin yaşı onların yaşları fərqindən 2 dəfə çox olacaq. 3 il sonra Əli olacaq x plus 15, yəni 3 il keçdi. 12-nin üzərinə 3 gəldim, 15 verdi. Bu da oldu x plus 3. İndi 3 il sonra Əlinin yaşı onların yaşları fərqindən 2 dəfə çox olacaq. Yaşları fərqi neçədir? Baxırıq yaşları fərqinə. Deməli, Əli dostundan 12 yaş böyükdür deyir də. Yaşların fərqi elə burada verilib 12 yaş. Deyir 3 il sonra, deməli nə yazırıq onda? 3 il sonra Əlinin yaşı onların yaşları fərqindən 2 dəfə çox olacaq. Yaşları fərqi burada verilib 12-dir. 12-dən 2 dəfə çox, yəni 24-ə bərabərdir. Nə? 24-ə bərabərdir. Əlinin yaşı, yəni x plus 15 24-ə bərabərdir. Buradan da x neçə verir? 9. Cavab oldu. Bugün Əlinin dostu neçə yaşındadır? Dostu deyirsə, avtomatik olaraq x-in cavabına baxırıq. Çünki x-imiz elə Əlinin dostunu qarşısına yazdığımız cavabdır. Cavab oldu 9. 23. Deyir 1995-ci ildə Həsən Vüsaldan 2 yaş kiçik idi. 2020-ci ildə Həsən 35 yaşında olacaqsa, Vüsal neçə yaşında olacaq? Demək, 1995-ci ildə
Həsən Vüsaldan 7 yaş balacadır idisə, indi də 7 yaş balacadır. Yəni biz 95 ilə 2020-ni söhbətə qarışdırmırıq. İndi hal-hazırda 2020-ci ildə Həsən 35 yaşında olacaqsa, deməli Həsən əgər 35 olacaqsa, Vüsal da ondan 7 yaş böyük olacaq. Çünki Həsən Vüsaldan burada balaca deyil, deməli Vüsal Həsəndən 7 yaş böyükdür də. Vüsal böyükdürsə, Həsənə 35 yazırıqsa, Vüsala neçə yazırıq? Vüsala yazırıq 42. Deyir 35 yaşında olacaqsa, Vüsal neçə yaşında olacaq? Vüsal 42 yaşında olacaq. 24. 2020-ci ildə, 2002-ci ildə Rauf qardaşından 10 yaş böyük idi. 2010-cu ildə 2 dəfə böyük oldu. Raufun təvəllüdünü tapın. Deməli, belə baxırıq. 2020-ci ildə Rauf əgər qardaşından 10 yaş böyük idisə, deməli bunların arasındakı yaş fərqi 10-a bərabərdir. Bu cümlə getdi. Onu bildim ki, yaş fərqi 10-a bərabərdir. 2010-cu ildə isə 2 dəfə böyük oldu. Deməli, Rauf qardaşından 2 dəfə böyükdürsə, 2x buna yazıram, x buna yazıram. Mən də yaşlarının fərqinin 10 olduğunu bildiyim üçün Raufun yaşından, yəni 2x-dən qardaşının yaşını çıxanda 10-a bərabər edirəm. Buradan da x elə onun özünə bərabərdir. Raufun təvəllüdünü tapın deyir. Raufun təvəllüdü yazaq bura, qarşısına yazaq 2-ni vurduq 10-a. Əgər x-i mən 10 tapmışamsa 2-ni 10-a vururam 20. X də 10-a bərabər olduğu üçün belə yazıram. İndi Raufun təvəllüdünü tapmaq üçün həmin bu 2010-dan çıxacam nə ilə? Çıxacam 20-sini. Cavab olacaq 1990. Cavab oldu D variantı. Bildiniz necə yazdıq? Yəni bu birinci yazdığımız cümlə var ha. Bax birinci yazılan cümlə, bizə onu xəbər verir ki, deyir ki, Rauf qardaşından 10 yaş böyükdür. Yəni demək istəyir ki, bunların arasındakı yaş fərqi 10-a bərabərdir. Ona görə də bu bizə ipucu verir. Ta 2002-ni götürüb hansısa bir ədəddən çıxmırıq və yaxud da toplamırıq. Burada əsas məsələ budur. Bax 2010-cu ildə deyir 2 dəfə böyük oldu. Yəni Rauf qardaşından, bax burada yazılır. Rauf qardaşından 2 dəfə böyük oldu. Raufun təvəllüdünü tapın deyirsə, təvəllüdü necə tapırdıq? Hal-hazırdakı ildən yaşımıza çıxanda təvəllüdümüzü tapırdıq da. Ona görə 2010-dan əgər söhbət gedirsə, 2010-dan 20 çıxdıq, 1990-a bərabər olmuş oldu. 25. 2015-ci ildə Vüqarın yaşı dostunun yaşından 5 dəfə çox idi. Gəl yazaq, Vüqar bir də dostu. 5 dəfə çox idisə, Vüqarın yaşı 5 dəfə çoxdur deyə Vüqara 5x yazıram. 2020-ci ildə neçə il keçdi aradan? 5 il keçdi də, 2015 bir də 2020. 5 ilə bunlar hər biri 5 yaş böyümüş oldu. X plus 5. Hər biri 5 yaş böyümüş oldu. Nə deyir? 2020-ci ildə 3 dəfə çox olur. Deməli, Vüqar əgər dostundan 3 dəfə çoxdursa, dostunun yaşını 3-ə vursam, azın vururduq da 3-ə. Çoxa bərabər olacaq. Bax, budur. Tənliyimiz budur. Buradan da 3x plus 3 5-in 15 bərabər 5x plus 5 vurub açırıq. Baxırıq görək. Məlumları gəlin sola yığaq. 15-dən 5 çıxdım 10 bərabər 5x-dən 3x çıxdım 2x. X də verdi bizə 5. Deməli, x-imizin cavab 5-dirsə, Vüqarın təvəllüdünü tapın deyir. Yazaq yerinə. Burada yazaq elə. 5 5-in 25, 25-in üstünə 5, 30. Gəlin indi 2020-dən 30 çıxaq. Bu da verəcək 1990. Cavab oldu D variantı. Sonraki sual. Nərmin ilə atasının yaşlarının cəmi 42, yaşlarının fərqi 18-dirsə, Nərminin hal-hazırda neçə yaşı var? Baxın, yaşlarının cəmi, bunu fərqli ədəd məsələlərində fərqli tipdə də verə bilər. Məsələn, deyə bilər ki, 2 ədədin cəmi 42, fərqi 18-dir, böyük ədədi tapın. Yəni, yaş məsələsində bu formada verilməyi ədəd məsələsinə inteqrasiya olunmuş bir şeydir. Yəni, Nərmin ilə atasının əgər yaşlarının cəmi 42-dirsə, yaşlarının fərqi 18-dirsə, bunu tapanda necə tapırıq? Məsələn, 2 ədədin cəmini 42, fərqinin 18 olduğunu bilirəmsə, böyük ədədi tapmaq üçün 42 ilə 18-i topladım, böldüm 2-yə. Bu, böyükün tapılması. İndi burada da böyük ədəd yazmıram. Nə yazıram? Atası yazıram.
Bu da Nərmin. İndi Nərminin yaşını tapacağam. İndi burada da normal olaraq atasının yaşı böyük olduğuna görə bunu atasının qarşısına yazıram. 42 ilə 18-i topladım. 70-ə bərabər oldu. 70 də 2-yə böldüm 35. Deməli atasının 35 yaşı var. İndi baxırıq qızının yaşına. Yaşlarının fərqi 18 deyirsə, balaca ədədi tapmaq üçün 42-dən 18 çıxıram, bölürəm 2-yə. Bərabərdir. 42-dən 18 çıxdım. 12-dən 24, 24 də 2-yə böldüm 12. Deməli qızının da yaşı 12-yə bərabərdir. Deyir Nərminin hal-hazırda neçə yaşı var? Nərminin hal-hazırda 12 yaşı var. Yəni ki, bu ən rahat yoldur. İnanın ki, ən rahat yoldur. Bu sizə ədəd məsələlərində də lazım olacaq. Məsələn, 2 ədədin cəmi tutaq ki, deyəcək ki, 20-dir, fərqi 10-dur. Böyük ədədi tap. Əgər cəm 20 fərq 10-dursa, böyüyü tapmaq üçün 20 ilə 10 topla 2-yə böl 15. Kiçik ədədi tapmaq üçün 20-dən 10 çıx 10, onu böl 2-yə 5. Gördünüz, 2 ədədin cəmi 20 oldu. 2 ədədin fərqi 15-ə bərabər, yox, 10-a bərabər olmuş oldu. Yəni 15-dən 5 çıxdım 10. 10-u da böldüm 2-yə 5. Necə yazdıq burada? Yox, 20-dən 10 çıxdım 10, onu böldüm 2-yə 5. Hə, belə. 27. Ana ilə qızının yaşlarının cəmi 55, yaşları fərqi 25-dir. Bax, eyni ilə yenə burada da ananın yaşını tapacağam, bir də qızının yaşını tapacağam. Ananın yaşını tapmaq üçün böyüklə kiçiyi toplayır, cəmlə fərqini toplayıram, yəni 25-i toplayıram, bölürəm 2-yə, bərabərdir. 55 ilə 25, 50 ilə 20, 70, o da 5, 10, o da elədi 80. 80 də 2-yə böldüm 40. İndi qızının yaşını tapmaq üçün 55-dən 25 çıxıram, bölürəm 2-yə bu dəfə. Bu da verir 15. Yəni 30-u da 2-yə böləndə 15. İndi nə deyir? Bizi böyüyü kiçiyi tap demir. Ananın yaşını, qızının yaşını tap demir. Gör nə deyir? Neçə il sonra ananın yaşı qızının yaşından 2 qatından 5 vahid az olar. Neçə il sonra? Deməli, hələ bunların yaşlarının üzərinə bir x ildə gəlib. Olub neçə il sonra ananın yaşı, yəni 40 plus x, qızının yaşının, yəni 15 plus x-in 2 qatından 5 vahid az olar. İndi azı vuracam da 2-yə, çoxa bərabər olsun. Burada nəyə tapırıq? 40 yazıram. 40 üstə gəlinsin x bərabərdir. 2-ni vurdum 15-ə 30, üstə gəlsin 2x, çıxılsın 5. Mənimləri sola yığım. 40-dan 30 çıxdım 10, onun üstünə 5 gəldim 15, bərabər 2x-də x çıxdım x. Deməli, neçə ildən sonra deyirsə, deməli, cavab 15 ildən sonra ananın yaşı, qızının yaşının 2 qatından 5 vahid az imiş. 28. 4 il əvvəl Tahir Ayseldən 8 yaş böyük idi. 12 il sonra Tahir Ayseldən neçə yaş böyük olacaq? Bəli. Deməli, fərq sözünü görmürsünüz. Deyirsiniz ki, götürün bunu hesablayım. Yox. Fərq sözünü görməsəniz belə, görsən nə deyir? 4 il əvvəl Tahir Ayseldən 8 yaş böyük idi. Deməli, bunların arasında 8 il fərq var. Onda 12 il sonra da 8 il fərq olacaq. 29. Ana və əkiz övladlarının yaşlarının cəmi 44-dür. Neçə il sonra onların yaşlarının cəmi 140-a bərabər olar. Deməli, ana və əkiz övladlarının yaşlarının cəmi. Ana var, bir də əkizlər var. Düzdür? Bunların yaşlarının cəmi 44-dür. Yazıram 44. Deyir, neçə il sonra? Üzərinə gəlirəm. Neçə nəfərdir? 1 nəfər, burada da 2 nəfər. 1 və 2, 3 nəfərdir də. 3-ü vururam neçə il sonra, yəni x il sonraya 3-ü vururam. 3x bərabərdir. Yaşlarının cəmi 140-a bərabər olar. 3x bərabər 140-dan 44 çıxıram. Ondan 4, 6, burada da 96. X də verdi bizə 32-yə bərabər. Cavab A variantı. 30-cu sual. 4 qardaşın yaşlarının cəmi 34-dür. 4 qardaşın əgər yaşlarının cəmi 34-dürsə, deyir, neçə il sonra onların yaşlarının cəmi 54 olar. 4 qardaşdır və neçə il sonradır? Yəni, x il sonra. 34-ün üzərinə 4x gələcəm. 4x il qədər vaxt keçir.
bərabər olur 54-ə. 4x bərabər 54-dən 34 çıxdım 20. X də verdi bizə 5. Cavab oldu D variantına bərabər. Sənan Uğurdan 2 yaş böyükdür. 4 il sonra onların yaşlarının cəmi 24 olacaq. Sənanın indi neçə yaşı var? İndi Sənan Uğurdan 2 yaş böyük olduğu üçün bunların deməli yaş fərqi 2-dir də. 4 il sonradan biz hesablayaq. Heç əvvəl məsələn 4 il sonra onların yaşlarının cəmi 24-dür deyirsə, deməli yaşlarının fərqi 2-yə, yaşlarının cəmi 24-ə bərabərdir. Sənanın indi neçə yaşı var? Gəlin baxaq. Necə yazaq bunu? Əgər bax, Sənan Uğurdan 2 yaş böyükdürsə, 4 il sonra da 2 yaş böyük olacaq da. Onda Sənan və Uğur yazıram. Sənana x plus 2 yazıram. Uğura x yazıram. Bunların 4 il sonra yaşlarının cəmi 24-ə bərabər olacaq. Ümumilikdə 3x plus 2 bərabər 24-ə bərabərdir. Buradan da 3x bərabərdir. 24-dən 2 çıxdım. 22. Düzmü yazdıq? Onların... Ha, yox, burada 3x yox, 2x-dir. Mən niyə 3x yazmışam? Ha, burada x-in x-i topladım, 2x verdi da, 2x. X də verdi bizə 11. Aha. Nə deyir? Sənanın indi neçə yaşı var? Sənanın yaşını soruşur. 11-in üzərinə 2 gəlirəm, olur 13. Amma 13 görsünüz cavabda yoxdur. Çünki bizim hazırki tapdığımız var ha. 4 il sonranın yaşıdır. İndi 13-dən də 4-ü çıxanda cavab 9-a bərabər olacaq. Y variantı. Yəni biz 4 il sonra hesabladığımız üçün onun üçün nəyə almış olduq? 13-ü almış olduq. Belə də yaza bilərsiniz. Məsələn, bunu silək. Bunu silək. Sənan Uğurdan 2 yaş böyükdür. Yazdıq Sənan, bir də Uğur. Düzdür? Bura x plus 2 yazdıq, bura x yazdıq. Belə yazandan sonra 2x plus 2-ni yazıram bura. Bu getdi. İndi baxıram bura. 4 il sonra onların yaşlarının cəmi 24 deyir olacaq. Yaxşı, 4 ilə həm Sənan 4 yaş böyüyəcək, həm Uğur 4 yaş böyüyəcək. Ümumilikdə 8 il yaşlarının cəmi artmış olacaq. 8 il artandan sonra 24 olub. İndi hal-hazırda neçədir? 24-dən 8 çıxacam. 16-ya bərabər olacaq. İndi 2x bərabərdir. 16-dan 2 çıxdım. 14. X də verdi bizə 7. İndi aparıb yerinə qoyuram. Bax, indiki tapdığım yol hal-hazırki yaşını tapmış olacaq bu zaman. Deməli, x-in yerinə 7 yazıram. Sənanın da qarşısına 9 yazıram. İndi Sənanın neçə yaşı var? Sənanın 9 yaşı var. Bax, belə də tapa bilərsiniz. 32. Anarın 3 yaşı olanda qardaşının yaşı Anarın yaşından 3 dəfə çox idi. Deməli, Anarın 3 yaşı olanda qardaşının yaşı 9 imiş. Bildiniz necə tapdıq? Yəni 3 dəfə çox idi də 9. Bunların aralarındakı yaş fərqi neçə oldu? 6 yaş. Bax, 6 yaş qardaşı Anardan böyükdür. Deməli, Anarın 15 yaşı olarsa, deməli, Anarın 15 yaşı olanda qardaşı da 6 yaş böyükdür. Axı, deməli, 21 yaşı olacaq. 30, neçəyə baxırıq? 3-ə baxırıq. Atanın yaşı 3 il yaş fərqi ilə anadan olan 4 uşağının yaşları cəminə bərabərdir. Deməli, atanın yaşı, burada atanın yaşını verib 54. Bax, atanın yaşı 54. Yaza bilmədim. Neysə. Deməli, birinci uşağa x yazıram. İkinci uşağa 3 il yaş fərqi var axı. X plus 3 yazıram. Üçüncü uşağa x plus 6 yazıram. Dördüncü uşağa x plus 9 yazıram. Çünki hər birinin arasında 3 yaş fərq var. Deyir, bu uşaqların yaşlarının cəmi atanın yaşına bərabərdir. Yəni, bu x-ləri topladım, oldu 4 dənə x. Üstə gəldim. 3, 6 və 9-u topladım, verdi 18. Bərabərdir atanın yaşı neçədirsə ona. Yəni 54-ə. 4x bərabərdir. 54-dən 18 çıxaq. 14-dən 8, 6, 4-dən 1, 3. Yəni 36. X də verdi bizə 9. İndi məndən də kiçik uşağın yaşını istəyir. Yəni x-in özü 9-a bərabər. Cavab oldu A variantı. 34.
Ananın 24 yaşı olanda əkiz övladları anadan olmuşdur. Neçə ildən sonra ananın yaşı uşaqların yaşlarının cəminə bərabər olar? Deməli, ananın 24 yaşı varsa, əkiz övladları anadan olanda 0 yaşında anadan olurlar da, yəni onların bir yaşı olmur. Neçə il sonra deyirsə, x ildən sonra, yəni ananın da yaşına bir x gələcəm. Uşaqların da 0-ın üzərinə bax, birinci uşaq əkizdirlər axı. Birinci və ikinci uşaq. Anadan oldu 0 yaşlarındadır. Düzdür? Neçə il sonra deyirsə x il sonra, ananın yaşı uşaqların yaşlarının cəminə bərabər olur. Deməli neçə dənə x var burada? 2 dənə x. Bərabərləyəcəm 2x-ə. İndi buradan 24 bərabərdir. 2x-dən x çıxdım, x-in özünə. Deməli neçə ildən sonra deyirsə 24-ə bərabər olmuş olacaq. 35-ci sual. Ananın 26 yaşı olanda üçəm övladları anadan olmuşdu. Baxın, bayaq əkiz idi, indi isə üçəmdilər. Yəni yenə də 0 yaşında bunlar doğulurlar. Ananın 26 yaşında olanda üçəm övladları anadan olmuşdu. Neçə ildən sonra ananın yaşı uşaqların yaşlarının cəminə bərabər olar? Baxın, ana 26 yaşında olanda 1, 2 və 3-cü uşaq 0 yaşlarında neçə ildən sonra hər birinin üzərinə x il gələcəm. Təbii ki, ananın da yaşının üzərinə x il gələcəm. Bu zaman 2, 26 plus x bərabər olur neçəyə? 3x-ə. Bu zaman nə edirəm? 26 bərabərdir. 3x-dən x çıxdım 2x. X də verdi bizə 13. Cavab oldu C variantı. 36. Oğul doğulduqda ananın 33 yaşı var idi. Oğlunun hal-hazırda neçə yaşı var? Baxın, burada əgər ana ilə oğlunun yaşlarının cəmi 63 deyirsə və oğul doğulduqda ana 33 yaşında deyirsə, deməli, ana oğlundan 33 yaş böyükdür. Bax, oğul yazıram, ana yazıram. Anaya x plus 33 verəndə oğula x verirəm ki, bunlar bir-birindən aralarındakı yaş fərqi, yəni 33-ə bərabərdir. Ümumilikdə bunların yaşlarının cəmi 2x plus 33 neçəyə bərabərdir? 63-ə bərabərdir. İndi 2x bərabərdir. 63-dən 33 çıxıram. Neçə qalır? 30 qalır. X də verir bizə 15. Oğlunun hal-hazırda deyir neçə yaşı var? Hal-hazırda 15 yaşı var. 37-ci sual. 3 qardaşın yaşlarının cəmi 16-dır. 2 ildən sonra onların yaşlarının cəmi atalarının yaşlarının yarısı olarsa, atanın hazırda neçə yaşı var? Deməli, 3 qardaşın yaşlarının cəmi 16-dırsa, 16 2 ildən sonra deyil. Üzərinə gəlirəm. 2 ildən sonra hər biri, 3 qardaşın hər biri 2 yaş böyümüş olacaq və ümumilikdə yaşlarının cəminin üzərinə 2 üçün 6 yaş gələcək. Bu da verəcək indiki yaşlarının cəmini, yəni 22. Onların deyir yaşlarının cəmi atalarının yaşlarının yarısı olarsa, deməli atalarının da yaşının 2 ildən sonradan söhbət gedir də bildiyiniz kimi. Bax 2 ildən sonra yazmışam. Sonra onların yaşlarının cəmi atalarının yaşının yarısı olarsa, deməli bu 22 atasının yaşının yarısıdır. Yəni 2-yə vuranda atasının yaşını alacağam. 44. 44 2 il sonranın yaşıdır. Bəs indi 2 çıxın 42-yə bərabər. Y variantı. 38. Orxan 28, Ümid 12 yaşındadır. Neçə il sonra Orxanın yaşı Ümidin yaşından 2 dəfə çox olar. Deməli, Orxan 28, Ümid 12 yaşındadır. Neçə il sonra, yəni x il hər birinə x üzərinə x yaş gələcəm. Neçə il sonra Orxanın yaşı Ümidin yaşına 2 dəfə çox olacaq. İndi burada balacanı 2-yə vurmalıyam ki, yəni 12 üstə gəlsin, x-i 2-yə vurmalıyam ki, çoxa bərabər olsun. 2-ni 12-yə vurdum 24. Üzərinə gəldim 2x bərabər 28 üstə gəlsin x. Düzdür? İndi buradan da 2x-dən x çıxıram, x qalır. 28-dən də 24 çıxıram, 4-ə bərabər olar. Deyir, neçə ildən sonra? Cavab C variantı 4 ildən sonra. 39. Ananın 35, qızının 9 yaşı var. Bax, ana, qız. Anaya 35, qızına 9 yaş verəndə neçə ildən sonra, yəni hər birinin üzərinə x il gələcək, ananın yaşı qızının yaşının 3 misli olar. Deməli, qızının yaşını 3-ə vuracam ki, ananın yaşına bərabər olsun. Mən həmişə belə nümunə deyirəm. Yəni, bunu başa düşməyənlər ola bilər ki, deyir, ananın yaşı qızının yaşının 3 misli olar, deyir. Bəs niyə ananın yaşını
3-ə vurmuruq? Çünki məsələn, qızının 5 yaşı varsa, ananın 20 yaşı varsa, məsələn, yox 20 olmasın, 35 olsun, yaxşı, 35 yaşı varsa, deyirəm ki, 7 il, neçə ildən sonra ana qızından 7 dəfə böyük olar. Bildiniz necə? Bu 7-ni hara vursam, mənim bərabərliyim doğru alınar. 7-ni hara vuraq? Az olana vuraq da. Az olana vuraq ki, çoxa bərabər olsun. Burada da 3-ü az olan tərəfə vururam ki, çoxa bərabər olsun. 3-ü vururam 9-a 27, üstə gəl 3x bərabər 35, üstə gəlsin x-ə. İndi 3x-dən x-i çıxdım, 2x qaldı. 35-dən də 27 çıxdım, 8-ə bərabər. X də verdi bizə 4. Yəni 8-i 2-yə böləcəm, 4 qalacaq. Neçə ildən sonra deyirsə, 4 ildən sonra cavabımız olacaq. 40-cı sual. Ananın 38, qızının 6 yaşı var. Yenə də ana, qızı. 38 və 6. Neçə ildən sonra ananın yaşı qızının yaşının nisbəti 3-ə bərabər olar? X ildən sonra hər biri x il böyüyəcək. Nisbət demək sizi çaşdırmasın. Yəni ki, demək istəyir ki, neçə ildən sonra ananın yaşını qızın yaşına böləndə 3 verir. Bax, onu demək istəyir. O zaman 38 plus x-i böləcəm 6 plus x-ə mənə verəcək 3. Buradan da çarpaz vururuq da bilirsiniz. Çarpaz vuranda 38 plus x bərabərdir. 3-ü vururam 6 plus x-ə. Gördüyünüz kimi, baxın, az olanı yenə də 3-ə vurduq. Çoxa bərabər olsun deyə. 38 plus x bərabərdir. 3 altın 18 plus 3x. Yox, 38 ilə böldüm x. 38-dən 18 çıxdım. 20 bərabərdir. 3x-dən x çıxdım. 2x. X də verdi bizə 10. Deməli, neçə ildən sonra deyirsə, 10 ildən sonra qızının yaşının nisbəti 3 olacaq. Gəlin, yoxlayaq hələ ki. Deməli, 38-in üzərinə x gələndə, yəni 10 gələndə 48 verir. 6-nın üstünə 10 gələndə 16 verir. 48 ilə 16-yı böləndə 3 verir. Yəni, bu onu demək istəyir. Ananın yaşını qızının yaşına böləndə 3 verir. Şərti belə deyir. Neçə ildən sonra ananın yaşının qızının yaşına nisbəti 3-ə bərabər, yəni eyni bir anlayışdır. 41. Ananın yaşı 48. İki qızının yaşlarının cəmi 6-dır. Neçə il sonra ananın yaşı qızlarının yaşları cəmindən 2 dəfə çox olar. Deməli, ananın 48-dir. İki qızının yaşlarının cəmi 6-dır. Bax, 1 və 2-ci qızı 6-dır yaşlarının cəmi. Neçə il sonra x gəlirəm, buna götürüb bir dənə x yazmıram. Niyə görə? Çünki 2 qızdırsa hər biri x qədər böyüyür, yəni 2x qədər böyüyür. Neçə il sonra ananın yaşı qızların yaşları cəmindən 2 dəfə çox olacaq. Deməli, bunların hansı azdırsa onu 2-yə vuracam. Hansını 2-yə vuracam? 6 üstə gəlinsin 2x-i 2-yə vuracam. 2, burada da 6 üstə gəlinsin 2x bərabər 48 plus x-ə. 2 altın 12 üstə gəlinsin 2 üçün 4x bərabər 48 üstə gəlinsin x. Deməli, neynirəm? 4x-dən x çıxıram, 3x qalır. 48-dən də 12 çıxıram. 48-dən 12 çıxıram. Bəli, belə yazacaq da. 48-dən də 12 çıxıram. 36-ya bərabərdir. X də verdi bizə 12. Deməli, bizə neçə ildən sonra ananın yaşı deyirsə, 12 ilə bərabər olacaq. 42. Ümidin yaşı Orxanın yaşının 3 mislindən 2 vahid kiçikdir. Ümidin yaşı Orxanın yaşının 3 mislindən 3x minus 2, 2 vahid kiçikdir. Yəni, şərt bu formada yazılmalı. Onların yaşlarının cəmi 62 olduğu məlumdursa, Ümidin neçə yaşı var? 3x minus 2 üstə gəl yenə bir x, yəni Orxanın yaşını. Bunların yaşlarının cəmi 62-dir. 4x bərabərdir. 62-nin üzərinə 2 gəlirəm. 64. X də verdi bizə 1, 6. Yəni 16. Ümidin neçə yaşı var deyirsə, Ümidin yaşı bax budur. Yəni, neyniyəcəyik? 16-nı 3-ə vuracaq. 48. 48-dən də 2 çıxıram. 46-ya bərabər. Cavab oldu neçə? 46-ya bərabər C variantı.
Baxırıq 43-cü suala. Günelin yaşı Suranın yaşının 3 mislindən bir vahid çoxdur. Günel və Sura yazıram. Günelin yaşı Suranın yaşından 3 mislindən bir vahid çoxdur. Bəli, belə yazılacaq. Günel və Suranın yaşlarının cəmi 49 olduğuna görə Günel neçə yaşındadır? 3x-in x-i topladım 4x plus 1 bərabər yaşlarının cəmi 49. 4x 48-ə bərabərdir, x isə bərabərdir 12-yə. Günel neçə yaşındadır deyirsə, Günelin yaşı bax buradakı yaşdır. Yəni 3-ü x-ə vururam, 3-ü 12-yə vururam, 36, üzərinə də 1 gəlirəm, 37-yə bərabər C variantı. 44. Vəfanın yaşı Tahirin yaşının 2 mislindən 3 vaid kiçikdir. Vəfanın yaşı Tahirin yaşının 2 mislindən 3 vaid kiçikdir. Bəli. Onların yaşlarının cəmi 24 olduğu məlumdursa, onların yaşlarının fərqini tapın. İndi gəlin baxaq 2x, yəni 3x daha doğrusu, çünki bir də Turalın x-i var da. Bax, buradakı x ilə buradakı x toplandı, oldu 3x minus 3. Yaşların cəmi 24, 3x 27-yə bərabərdirsə, x da 9-a bərabər olacaq. Onların yaşlarının fərqini deyir tapın. Gəl baxaq görək Vəfanın neçə yaşı var? 2 9-un 18, 18-dən 3 çıxdım 15, burada da 9. 15-dən də 9 çıxanda yaşlarının fərqini tapmış olacağım. Cavab D variantı. 45. Fuadın yaşı Fazilin yaşının 4 mislindən 18 vahid kiçikdir. Fuadın yaşı, Fuad. Bir də var Fazil. Fuadın yaşı Fazilin yaşının 4 mislindən. 4x 18 vahid kiçikdir. Yazdım belə. Fazilə də x yazdım. Bunların yaşlarının cəmi 22 olduğu məlumdursa. 4x-in x-i topladım 5x verdi. Çıx 18 bərabər 22. 5x 22 ilə 18-i topladım. Neçəyə bərabər oldu? Deməli, 40-a bərabər oldu. X də verdi bizə 8. Onların yaşlarının fərqini tapın deyir. Görək bunların yaşlarını hələ neçədir ki, fərqini də tapaq. 4-ü vurdum 8-ə. 4 8-in 32. 32-dən 18 çıxanda 14. Burada da 8. Bunların yaşlarının fərqi 14-dən də 8 çıxıram. 6-ya bərabərdir. 46. Tural ilə Toğrulun yaşlarının fərqi 27-dir. Turalın yaşı Toğrulun yaşının 5 mislindən 5 vahid azdırsa, Turalın neçə yaşı var? Bax, Tural, bir də var Toğrul. Turalın yaşı Toğrulun yaşının 5 mislindən 5 vahid azdır. Bu da x-dir. Turalın neçə yaşı var? Yaşlarının da fərqi 27-dir. Yəni 5x minus 5-dən x-i çıxacaq. 5x-dən x çıxanda 4x çıx 5 bərabər neçə elədi? 27. 4x bərabərdir. 27 ilə 5 topladım 32. X də verdi bizə 8. Turalın neçə yaşı var deyirsə, aparam yerinə qoyuram. 8-i 5-ə vuram 40. 40-dan 5-in çıxıram 35-ə bərabər cavab Y variantı. 47. Ailənin yaşı Sonanın yaşının 3 mislindən 3 vahid azdır. Bax, ailənin yaşı, bir də Sonanın yaşı. 3 mislindən 3 vahid az. Belə yazılır. Sonraya da x yazılır. 3 il sonra onların yaşlarının cəmi 27 olacaq. İndi 3 il sonranı boş verək. Görək hazırki yaşlarının cəmi neçəymiş. Deməli, hər biri 3 il böyüyüb ki, 27 olub. Deməli, ümumilikdə 6 yaş gəlib də üzərinə. Bu zaman bunların hal-hazırdakı yaşlarının cəmi 4x minus 3 bərabər 27-dən 6 çıxdım 21-ə bərabər. 4x bərabərdir. 21-in üzərinə 3 gəldim 24. X də verdi bizə 6. Sonanın indi neçə yaşı var deyirsə, Sonanın 6 yaşı olmuş olacaq. 48. Atanın 30. Deməli, baxırıq 48-ci suala. Deyir ki, atanın 34, qızının 6 yaşı var. Neçə il sonra atanın yaşı qızının yaşından 3 dəfə çox olar. Baxın, əgər atanın 34, qızının 6 yaşı varsa, neçə il sonra deyirsə, hər birinin üzərinə x il sonranı yazırıq. Azını da 3-ə vuracaq. Niyə görə? Çünki deyir ki, atanın yaşı qızının yaşından 3 dəfə çox olacaq. 34 üstə gəlsin x atanın yaşıdır. 6 üstə gəlsin x qızının yaşıdır. Və az olanı 3-ə vururuq ki, çoxa bərabər olsun. Buradan 34 üstə gəlsin x bərabərdir. 3 6 18 plus 3x. İndi məlumları sola keçirdirəm. 34-dən 18 çıxıram. Yəni ki,
Məlumları sola keçirdəndə işarəsi dəyişir. Belə yazılır da 34 çıx 18 bərabər 3x minus x. Düzdür, 2x buradan nəyə bərabər olacaq? 34-dən 18-i çıxacaq, 16-ya bərabər olacaq. X də verdi bizə 8. Neçə ildən sonra deyirsə, 8 ildən sonra cavabımız uyğun gəlir. 49-cu sual. Ananın yaşı 38, 2 uşağının yaşlarının cəmi 13-dür. Neçə il sonra ananın yaşı uşaqların yaşlarının cəminin 2 misli olar? Deməli, ananın 38-dirsə, qızların, uşaq deyir, mən qız yazıram, yaxşı. Qızların yaşın cəmi 13-dür. Neçə il sonra? Buna da x gəlirəm, amma buna x gəlmirəm. Niyə görə? Çünki 2 uşaqdan söhbət gedir deyə 2x gəlirəm. Neçə il sonra ananın yaşı uşaqların yaşları cəminin 2 misli olar. Yenə 38 plus x yazıram, bərabərdir. 13 üstə gəlsin 2x. İndi buradan 2 misli olaraq nəyə yazım? Az olanın qarşısına yazıb vurmalıyam. Yəni az olan qızların yaşlarının cəmidir. 38 üstə gəlsin x bərabərdir. 2-ni 13-ə vurdum 26. Üstə gəlsin 4x. 38-dən 26 çıxıram. Qalacaq 12. Bərabərdir. 4x-dən də 3x çıxıram, 3x qalır. X də verir bizə neçə? 4. Deməli, cavabımız olacaq 4-ə bərabər. 50-ci sual. Aynurun 18, Aytənin 10 yaşı var. Neçə il sonra onların yaşlarının cəmi 40 olacaq? Aynur, bir də Aytən. Belə yazaq. Aynurun 18, Aytənin 10 yaşı var. Neçə ildən sonra, yəni x ildən sonra onların yaşlarının cəmi 40 olacaq? Bu zaman bu ikisinin cəmi 28 olur. Üstə gəl 2x bərabər 40-a bərabər. 2x bərabərdir. 40-dan 28 çıxıram 12. X də verdi bizə 6. Deməli, 50-ci sualımızın cavabı da 6.